2025-ci ildə Azərbaycan idmançıları rekord sayda medal qazanıblar. Today Press TV xəbər verir ki, beynəlxalq arenada 2113 medala sahib çıxan atletlərimiz ölkə idmanı tarixində rekord göstəriciyə imza atıblar. İdmançılarımız dünya və qitə çempionatları, kuboklar, Grand Prix yarışları və müxtəlif beynəlxalq turnirlərdə 613 qızıl, 616 gümüş və 884 bürünc medal əldə ediblər. Qazanılan medalların 1443-ü olimpiya idman növlərinin, 589-u qeyri-olimpiya idman növlərinin, 81-i isə paralimpiya, deflimpiya və xüsusi olimpiya yarışlarının payına düşür. Bu nəticə Azərbaycan idmanı tarixində ən yüksək medal göstəricisi kimi qeydə alınıb. Yola saldığımız ilan ilində ölkəmizdə bir sıra beynəlxalq yarışlar keçirilib. Bakı ilk dəfə UFC turnirinə ev sahibliyi edib. Bu tədbir həm yerli, həm də xarici ölkələrdən gələn turist və azarkeşlər tərəfindən maraqla qarşılanıb. MDB-nin idman paytaxtı elan edilən Gəncə şəhəri ilin ən böyük yarışı olan MDB oyunlarını ev sahibliyi edib. Bu yarışın özəlliyi ilk dəfə paytaxtdan kənarda Azərbaycanın Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərində təşkil olunmasında idi. 3-cü MDB oyunları çərçivəsində Xankəndi şəhərində kamandan ox atma yarışları baş tutub. Bu ölkə idmanı baxımından çox əlamətdar hadisədir. Azərbaycan komandası multi idman yarışında 33 qızıl, 56 gümüş, 95 bürünc medalla ikinci yeri tutub. İdmançılarımız medal sayına görə 2021-ci ildən keçirilən MDB oyunları tarixinin ən yaxşı göstəricisine imza atıb. Daha sonra idmançılarımız Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan 6-cı İslam həmrəyliyi oyunlarında Azərbaycanı təmsil ediblər. 174 idmançı ilə 20 növdə İslamiyadanın mükafatları uğrunda mübarizə aparan millimiz 9 qızıl, 19 gümüş, 31 bürünc medalla 57 ölkə arasında 10-cu yeri tutub. Qeyd edək ki, Azərbaycan 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Bu qürurverici hadisədir. Bu qərar təsadüfi deyil. Ölkəmizdə keçirilən ilk Avropa oyunları, İslam həmrəyliyi oyunları, yeniyetmələrin yay olimpiya festivalı, Formula 1 yarışı, eləcə də müxtəlif dünya və Avropa çempionatları bunun əsasını qoyub. Artıq bu cür yarışların Bakıda və regionlarda keçirilməsi adi hala çevrildi. Bütün bunlar ölkəmizin idman sahəsində təşkilatçılıq potensialını və qlobal nüfuzunu artırır. Gənclər və İdman Nazirliyi 2026-cı ilin məqsəd və planlarını müəyyən edib. Alovlu Atelində 34-cü yay olimpiya oyunları üçün hazırlıqlara başlanılacaq. Artıq federasiyalarla birgə hansı sayda idmançının olimpiya oyunlarında iştirak edə biləcəyi ilə bağlı ilkin məlumatlar toplanıb. Bu istiqamətdə həm real, həm də maksimal hədəflər var. Yeni ulduz idmançıların Los Angeles Olimpiyadasına lisenziya qazanıb uğurlu çıxış edəcəklərinə inam var. Namiq Abbasov, Today Press TV.